Hörmətli müəllimlər, əziz şagirdlər, bugün Sabirabad şəhəri Nizami Gəncəvi adına 5 nömrəli tam orta ümumi təhsil məktəbində xalqımızın böyük oğlu, müstəqil Azərbaycanın memarı, dünya miqyasında tanınan siyasi lider, Ulu Öndər Heydər Əliyevin anım gününü yad etmək üçün toplaşmışıq. Tədbirimizi Azərbaycanın dövlət himni ilə açıq elan edirik. Hayat yolunu yeniden hatırlayırıq. Buyurun, izləyin. Biz gedirik gələcəyə, qaliblərin cərgəsində. Yaşa, yaşa Azərbaycan! Sabirabad rayonunun əməksevər zəhmətkeşlərinə eşq olsun! Sabirabad rayonu yenə də demək olar ki, kənd təsərrüfat işlərinin zona miqyasında, respublika miqyasında həll olunması üçün yeni bir mərkəzə çevrilmişdir. Rayonumuz geri-gündən abadlaşır, rayon mərkəzində yeni müəssisələr, yeni yaraşıqlı binalar əmələ gəlir. Mən bu günləri bizlə gələn yoldaşlarla birlikdə o körpünün getdiyi üstünə çıxdıq. Mən baxdım, körpüyə də baxdım, Kür çayına da baxdım. Kür çayı qan damarına barabar bir təbiət neymətidir. Mənim ürəyim yoldaşlar, siz bilirsiniz ki, Respublikanın zəhmətkeşlərinin hər birinin ürəyi ilə bir vurur. Ona görə mən ürəyimdə sizin həmişə daxili fikirlərinizi hiss eləmişəm, bu gün də hiss edirəm. Bu günlər ki, Respublikamız şadlıq içərisindədir, bu xəttə hərəkatla gedəcəyik. Bu prinsipal yoldan biz heç yana dönməyəcəyik. El bilir ki, sən mənimsən, yurdum, yuvam, məskənimsən, anam, doğma vətənimsən. Ayrılar mı könül candan? Azerbaycan, Azerbaycan. Tarixə şöhrət olan ər oğlu ər yatır. Görən torpaq bilirmi? Qoynunda Heydər yatır. Tək oldu, sınmaz oldu, vahid oldu bu kişi. Nə qədər tufanlara şahid oldu bu kişi. Öz milləti yolunda şəhid oldu bu kişi. Arzuları müqəddəs, ruhu təzə tər yatır. Görən torpaq bilirmi? Qoynunda Heydər yatır. Durna qatarı kimi arzusu səfsəf oldu. Qibləsi xalqa doğru, millətə tərəf oldu. Öz qoyduğu torpağa ədəbi şərəf oldu. Bu yurda arxadaya, bu yurda rəhbər yatır. Görən torpaq bilirmi? Qoynunda Heydər yatır. Bu quşa, bu bahara, bu yaya bir də gəlməz. O çeşmədən süzülür, bu çaya bir də gəlməz. Tayı, hökmü, oxşarı dünyaya bir də gəlməz. Yaddaşı bir möcüzə, sinəsi dəftər yatır. Görən torpaq bilirmi? Qoynunda Heydər yatır. Gözlərində açılır bu millətin
zəfəri. Qədəmin dəyən yerdə səhralarda gül açır. Gülüstana çevrilir yurdun kəndi şəhəri. Günəş doğur elə bil harda çəkilir adın. Dosta fəxarət gəlir gözü kör olur yadın. Azərbaycan deyəndə səni düşünürük biz. Azadlığı inamı xalqa sən bağışladın. Sən elə bir zirvəsən, küləklər neyləyəcək? Dünənim bugünümsən, səninlədir gələcək. Nə qədər Azərbaycan, nə qədər bu millət var. Heydər xalqın deyəcək, xalq Heydər söyləyəcək. Heydər xalqın deyəcək, xalq Heydər söyləyəcək. Bəydir. Mən həmişə fəxr etmişəm. Bugün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Bununla da tədbirimiz yekunlaşdı. Yaşasın Azərbaycan xalqı.